Azad Xankəndidə təhsilin əsas mərkəzlərindən birinə çevrilən Qarabağ Universitetindəyik. Bugün savadlı kadrlar yetişdirən ali təhsil ocağında həm tələbələr, həm də əməkdaşlar üçün yüksək səviyyəli tədris və iş mühiti formalaşdırılıb. Müasir tələblərə cavab verən hər cür şərait yaradılıb. Bir insanın yaşaması üçün lazım ola biləcək bütün infrastruktur burada təmin olunub. Yəni biz mənzillə də təmin olunmuşuq və lazım ola bilən bütün belə deyim tələbatla bağlı olan məhsulları təmin edən market və digər şəbəkələr də mövcuddur. Ona görə bununla bağlı hər hansısa bir əksinə əlçatanlığımız daha rahatdır. Çünki şəhər mərkəzində həmin qeyd etdiyim ünvanlara rahat piyada məsafəsində çata bilirik. Buna görə də həmin məsələ ilə bağlı rahatlıq var ki, xüsusi bir çətinliyimiz yoxdur. Təbii ki, bir qürur vericidir. Biz özümüzü burada dəyərli hiss edirik, özümüzü burada faydalı hiss edirik və bu prosesin bir parçası olmaq bizim üçün qürur vericidir, dəyərlidir, önəmlidir. Çünki gələcəkdə geriyə baxdıqda biz görəcəyik ki, həqiqətən sıfırdan qurulan bir mühitin bir parçası olmuşuq və hər kəs məncə belə bir mühitin parçası olmaq istəyər və məncə bir tarixə düşmüş ola bilərik deyə düşünürəm. 2-ci kurs tələbəsiyəm. 2 illik 1-ci və 2-ci kurs dönəmimə baxdığımda, bu dönəmlər ərzində əldə etdiyim bilik və təcrübələrə baxdığımda rahat bir şəkildə deyə bilərik ki, Qarabağ Universitetində tədris və təlim çox yüksək səviyyədə təmin olunur. Bundan əlavə Qarabağ ərazisində, Xankəndi ərazisində yaşamaq da özü çox qürur verici bir hissdir. Çünki bu torpaqlar bildiyimiz kimi şəhidlərimizin qan və canı hesabına işğaldan azad edilmişdir. Öz arzumda oldu. Çünki mən inanırdım ki, Qarabağ Universiteti gələcəkdə yüksək potensiala malik inkişaf əldə edəcək və indi üçün baxdığımız zamansa qərarından çox məmnunam. Çünki artıq gözlədiyim ümidlərim doğrulur. Baxmayaraq ki, universitet 2 ildir ki, yaradılıb. Baxdığımız zaman tədrisinə, təliminə və inkişafına çox yüksək səviyyədə məni qane edir. Qarabağ Universitetindən sonra gələcək nəsillərin yetişdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbə yollanırıq. Mən bu günlərə çox sevincliyəm ki, mən bu pedaqoji fəaliyyətin bir hissəsiyəm. Çünki mən həqiqətən də ailəmin xatirələrindən bu Xankəndi haqqında çox şey eşitmişəm və mən arzulayırdım ki, bir gün mən bu şəhəri görüm, bu şəhərdə çalışım və həqiqətən də mən bugün çox qürur hissi keçirirəm ki, mən artıq bu şəhərdə çalışıram. Mənim bu arzum gerçəkləşib. Biz sinif yoldaşlarımızla, ailəmizlə Xankəndi şəhərində gəzirik və çox xoşbəxtlik ki, Xankəndidə yaşayırıq. Mən Xankəndi şəhərində yaşayıram. Xankəndi mənim ata-baba yurdumdur və burada olmaq həqiqətən çox qürur vericidir. Xankəndi küçələrindən yürüyərək gedib məktəbə getmək, məktəbdən gəlmək həqiqətən çox qürur vericidir. Xankəndidə təhsil artıq bütöv bir sistem kimi formalaşıb. Burada fəaliyyət göstərən Qarabağ Universiteti ilə yanaşı müasir məktəblər də gələcəyin savadlı, dünya görüşlü nəslinin yetişməsinə xidmət edir. Bu torpaqlarda atılan hər təhsil addımı Qarabağın sabahına verilən ən dəyərli töhfədir.